Herkese selamlar dostlar. Bugün Street Pro oynamaya devam ediyoruz. Ne de vaxtı bu Street Pro'yu biz çəkmirik. Yani aylar oldu çəkməyəni. Ne de vaxtı Street Pro'da maşın alacaq deyirik. Maşınlar da uzun zamandır vaxt olmur. Ama biraz bu oyuna da bir ağırlıq vermək lazımdır. Bizden sonra bu oyuna ne almışdıq yani. O bile yadımdadır. Göre bile girməmişəm. Street Pro'nun özünə də heç normal girməmişəm deyənə. Çox şey də bilmirəm. Heç nə də çox Street Pro'da normal bilə bilmirik. İncələ deyirəm. Abi hələ bir dənə maşınımız var idi. Yəni bu maşını çoxdandan cəhətdən mən oyuna da vaxt girmirəm. Bu Street Pro'ya girəm yox ki normal. Ansan tavaşımıza belə qalmışdı. Görevlər deyim, iş gecələr görevlərdən başlayıb biraz pul qazandıraq özümüzə. Yəni nə də vaxt ki bizdən normal oynamadığımız üçün bilmirik. Aha. Dur. Ses biraz azalt. Tabii nə də vaxt girməsək realımızdan kada çıxarda duracaq hər şey. Çünki girmirik şu oyuna. Amma əsas odur ki, oynadakı effektlər daha da qəşəngləşib ha. Dədə düşə dururam, nə xəbər var et. Keçdik oranı. Aylardır belə oyuna girməsək, bir sərtəndən sola apara duracağım. Bax, bu nə var e? Nə var bu? Səviyyə 9-daymış o e. Hani bu 10-cu səviyyədir gördüyünüz kimi, nə vaxt girmirik deyənə bilmirik heç nəyi. Səviyyə 9-da qalmışam ən son bu Street Pro'da. Yəni bu oyundakı işimiz çox da bərbad deyil. Yenə də girməyə davam edəcək bu oyuna. Çünki alması maşınlarımız var. Pullar qazanmaq lazımdır bir ucundan. Pullar. Hoppa. Dur. Bir dənə kamera çaxdırdıq da. Bax. Allah bu oyunun kameraya baxma effekti ümumiyyətlə niyə elə bu qədər balacadır? Basırsan normal olmur heç nə. Sıxıcıdır hər şey bu oyunda. Ama ayaqqabıları keçməmişdim mən. Aha. Bax mən buralara bayaq keçdim elə bir. Bu 10-cu səviyyə idi. Aha 3000 verdi. Evdə Tofaş oynayasınız, yox da biraz da belə yepyeni bir dənə maşınlar almaq lazımdır.
Fuat tuşlar balacadır. Rola da çox öyrəşmədik intihası. Öyrəşmişəm rola, amma yenə tuşları biraz babaca kimi göstərir. Ha, dənizə düşdük ki onun sayəsində. Aynen bizi başlıqıza da atıcıq bax. Arası da burası. Həmin yolun qabağıdır. Ümumiyyətlə hər şey çox qəribədir bu oyunda. Ey! Aynen. Hop. Hop. O neydi? Sonra o neydi? Dur bir dəqiqə ekranımız battı, onu təmizləyim. Lan ne oldu elə? Nömrəsi, maşının nömrəsi çıxdı. Maşının nömrəsi çıxdı. Niye böyle oldu ya bu oyunun ümumiyyətlə bu tuşlar çox da dəyişkinlikdir bunlar. Bəsdir də, düşə-düşə dururuq elə dənizə mənizə. Nə xəbər var ey? Tuşlarla ilgili problemlərimiz var. Mən də biraz yavaş sürməliyəm. O dəqiqə çünki bir yerlərə düşürük elə. Qazanmadıq hələ də. Ya da yollar davam edir. Aha da nə oldu? 11-ci səviyyədə tutduq. Sabahçı gün bu oyuna yeni bir dənə maşın gələ bilər ha. Bax, imeni bu oyundan ha. Yeni maşın gələ bilər sabah. $72.000 pulumuz var çünki bu oyunda həddindən artıq yəni. Ona görə maşın almaq istəyirəm bu pula.
O da nə çatırsa onu alacaq. Sürüşmesene maşın. Tofaş, ne oldu sana böyle? Sürüşme. Bundan sonra bir tane parkur oynayacaq, daha sonradan bitiririk artıq. Yəni görmüş olduğunuz kimi oyun belə keçir. Hə? Ön maşını getmə. Neyse dostlar, oynayaq mı yenə? Məcbur bir tane oynamalı olacaq çünki biraz da oynayayım, işim var. Uf. Nömrələr, maşın nömrəsi mən saldım deyənə nömrəsi də qalmayıb. Dur bir daha bunun səsini artıraq. Opa, motor patladı re. Sürüşme. Savaş nəsə mənə bugün canımı sıxdı biraz. Dənizə düşmüş oldu ola. Bəli, bu da hazır. Bugünkü günü artıq bitiyor. Görmüş olduğunuz kimi bugünkü günü Street Pro'da parkur yarışları elədik. Sabah gündən maçların bir dənəsi almış olasıyam. Yaxın zamanda o maşınlardan bir dənəsi gələcək. 30 binə baxın, burada minlərlə belə fərqli maşınlarımız var. Bu maşın çox gözəl bir maşına oxşayır. Mən buna nəsə bu maşın mənim gözümə tutdu. Ümumiyyətlə nə maşın düşsə onu alacağam. Fikirləşirəm ki, hansı maşın daha qəşəngdir. Street Pro'da ən çox hansı maşını alım? Siz yoruma yazsanız qəşəng olar. Məndən minik bu qədər. Davam edəcək Street Pro'ya artıq. Sonraki videolarda görüşmək üzrə.